خب بسم الله الرحمن الرحیم. Əziz və hörmətli öyrəncilərə və danışçulara salam ərz edirəm və Allahdan çoxlu və bollu mən şakirəm ki, bu neməti və bu fürsəti verdi bizə ki, sizin kimi əzizlərin xidmətində olaq və Məsnəvi barəsində danışaq. Mən icazə istəyəcəyəm Təzkirətül Əvliyای Əttar Neşaburidən bu ünvan bir bəraət istihlali məsnəvimizi başlayaq. deyir ki, ابراهیم ادهم شبی در تواف خالی بماندم. ابراهیم ادهم ki, məsnəvidə də neçə dənə onun nağıllarından gəlib, göz o urafay tərazəvvəl cahan İslamdır. İslam dünyasında bir dənə mətrəh bir ariflərdən. Deyir ki, mən bir gecə Kəbəni ki, təvaf eləydim, orada tək qaldım. باران می آمد، یağış yağırdı. گفتم بار خدایا مرا از گناه نگه دار تا هیچ اسمت نکنم. Allahdan təhcə bir arzu elədim, istədim. Dedim, Xudaya, sən məni günahdan saxlacınan ki, mən heç məsiyyəti görməyim, günahı eləməyim. Avazı şenidəm az xanə Kəbə. Bu Kəbə evindən bir avaz eşitdim. Dey mənə dedilər, belə dedilər. تو اسمت میخواهی و همه بندگان همین خواهند. Allahın tamam bəndələri elə məndən ismət istəyirlər. Sən ismət istəyirsən. Əgər həmi ra az günah nigah darəm, hamını mən günahdan saxlayam ki, bunlar günah eləməyələr. Fəzl و rəhmət xیش را چگونه آشکار سازم. öz fəzlimi və rəhmətimi, bağışlamağımı, məhəbbətimi, mehribançılığımı xalqimə və bəndələrimə mən nə cür eləyə biləcəyəm ki, onu aşikar eləyəm. Xub, xatirinizdə olmuş olsa, biz geçən cələsədə bu beytə yetişdik ki, şərh-i in hecran و in خون جگر یک زمان بگذار تا وقت دگر. 131-ci beytə kimin biz oxumuşduq. Əlan beytə 132-dən başlayacağıq. قال أطعمني فإني جائع واعتجل والوقت سيف قاطع. Bu əbiyyat ki, əzizlər, mən oxuram sizə, belə nəzərə gəlir ki, Mevlana vaxtı ki, istəyir Şəmsidən danışsın, bir iddələri bunu gəlirlər, Mevlanadan istəyirlər ki, sən Şəmsidən bizə danış, onun bir para ovsafından bizə decinə. Amma Mevlana deyir ki, bunu qoyun ayrı bir vaxtda, saxlayın ayrı vaxtda. Bir nəfər o tərəfdən gəlir, belə nəzərə gəlir, mən belə bərdəşt edirəm bu beytlərdən və şərhlərə də ki, baxmışam. Bu da elə bir bu Mevlana'nın öz sözü deyir, özgələri o tərəfdən deyir Mevlana'ya. Qalə, dedi. Qalə ət'imni, dedi ət'imni, məni yedit, mənə qəza ver. Fə inni cairun, mən acamaq. Və ətəcil, tez ol, qutar. Vəl vəqtu səyfun qatiun, zaman bir dənə iti bir qılış kimindir. Səyfun qati. Bu bir dənə zərbul məsələ ərəbidir, şimdi mən onu tozih verəcəyim də sizə. Tez ol, Mevlana'ya deyil, zamanı keçitməclə. Əgər Şəmsin barəsində sən istəsən danışasan, elə vaxtı indidir ki, indi danışasan. Deyir ki, Şafiidən belə nəql olub ki, səhibdü sufiyyətə əşrə sənin, mən əhli təsəvvüflə 10 il müsahibət elədim, otdum, durdum. Məstəfətdü minhum illə hazeynil hərfəyn. Onlardan tək 2 söz öyrəndim bu 10 ilin içində. O 2 söz bu idi. Əl-vəqtu səyfun
zaman eyni bir qılış kimindir və əfzəlul ismən la təqdir. Balatərin ismət, ən böyük ismət odur ki, sən qüdrəti azaldasan. Səndə elə bir qüdrət olmuyor. Çün bemurur ki, sən gedirsən qüdrəti çoxatmağa, deyir ki, sənin ismətin və özüyü saxlamağın deyir, dərvaqa sən azalacaqdır. Bu cümlə Şafii İmam Əli əleyhissalamdan Nəhcü Bəlağədə alıbdır. Ondan, o həzrətdən nəql olunubdur ki, minəl isməti ən la təqdir. İsmətin bir nişanələrindən biri budur ki, sən çoxlu qüdrət tərəfinə getməyəsən, çoxlu qüdrətlənməyəsən. Bu, əlbəttə, siyasi fəlsəfələrdə, bu günlərdə və müasir fəlsəfələrdə özü bir dənə böyük bir tezə təbdil olubdur. Siz o Lord Acton'un bir dənə məruf bir cümləsi var ki, deyir ki, power corrupts, qüdrət nə inir? Fəsad gətirir. And absolute power və mütləq bir qüdrət corrupts absolutely, mütləqən nə mənə fəsad gətirir. Pəs bərən ki, deyim, qüdrət mütləq fəsad gətirməsin, deyir, nə inir? Mütəsəvvifənin və orəfanın sözləri buydu ki, siz bunlara yaxın getməyin. Bir dövrədə bizim təsəvvüfümüz şəkil tapır ki, dünyagərayı və qüdrətə üz gətirmək çox İslam dünyasında özünü göstərir. Bunlar bərən ki, ona bir əks-ül-əməli mənfi göstərsinlər, ona qarşı getsinlər və onu nəqd eləsinlər, çəkilirdilər dağlara, zağalara, xanqahlara, məscidlərə, bir quşələrdə oturub ibadət edib və qüdrətə sarı getmirdilər. Ona görə təsəvvüfün özü böyük bir qüdrətə təbdil olur. Niyə qüdrətə təbdil olur? Çün qüdrətə yaxın getmir. Bu bir dənə paradoksikal bir iş olur bunların içində. Hər halda əl-vəqtu seyfun qati'un, yəni zaman bir dənə iti bir qılışdır da. İti bir qılışdır, yəni bu məniyə ki, zaman gəlir həm keçmiş zamanı aradan aparır, həm ayəndəni dərvaqa neynir? Aradan aparır. Özü gəlir meydana dərvaqa. Eyni bir dənə qılış kimi. Bu vəl-vəqtu seyfunu biz Səədinin də əsərlərində görürük, Hafizdə də görürük. Səədi deyir ki, məkun umr zayi və əfsusu heyf ki, fürsət əziz əst və vəqtu seyf. Ömrüyü bihudə keçitməcinən, fürsəti qənimət tutcunan, ləhzələri qənimətli gör ki, zaman eyni bir dənə qılış kimin gəlir, kəsir aparır. Vəqt ra qənimətdən hər qədər ki, betvani, hasil az həyat, ey can, in dəm əst tadani. Bu da Hafiz'inkidir da, dəm qəniməti. Özünüz bilirsiniz də, Hafiz o Xəyyam göz o şəxsiyyətlərdən idilər ki, dəm qənimət idilər. Yəni bunlar ləhzələri qədərli bilərdilər, dəyərli bilərdilər. Deyərdilər, o ləhzə ki, oradasan, onda yaşayasan və o ləhzənin qədrini sən biləsən. İbn Ərəbinin də bir dənə yaxşı tərifi vardı vaxtidən, deyir ki, vaxt ibarətun ən halik fi zamanil hal. Vaxt ibarətdir bundan ki, sən bu ləhzədə yaşayırsan, bu dəqiqədə. La təalluqə ləhu bil mazi və la bil müstəqbəl. Nə maziyə bunun təalluğu vardı, keçmiş zamana, nə ayəndiyə ki, müstəqbəldir. Pəs Ustad Heydər Əbbasidən də bu beytin tərcüməsini oxusaq, qalə ət'imni fəinni caiun və ətəcil vəl-vəqtu seyfun qatiun, belə eşidəcəyik ondan. Deyir ki, söylədi, oldum acımdan, söylədi, öldüm acımdan, gəl doyur. Doyur yəni nə mənə? Ət'imni da. Ət'imni, doyur. Söylədi, öldüm acımdan, gəl doyur. Durma, kəskindir zaman, oxtə oyur. Oyur yəni nə mənə? Suraq kərdəndə, oyur. Kəskin, qati də, düzdür. Oxtəkin neyniyir? Oyur. Bəzi tərcümələri, yəni insafən gözəl tərcümədir.
خب صوفی ابن الوقت باشد ای رفیق، نیست فردا گفتن از شرط طریق. Cenab-ı Mevlana'nın sözü deyil. Bir nəfər o məclisdə durur buna deyir ki, axı sufilər, ariflər İbnül Vaxtidirlər. İbnül Vaxt yəni fərzənd zaman. Bunlar nə mənadır? Zamanı öz təsxirlərinə tabe zaman olarlar. Zaman nə desə o olarlar. Ona görə deyirlər bir dənə sufidən bir sualı 3 zamanda soruşasan, bir sübh soruşasan, bir naharda soruşasan, bir nahardan sonra soruşsan, bir sualı 3 dənə müxtəlif cavaba sən ondan yetişəcəksən. Çünki zaman dəyişilir, bunun cavabı da neyinir? Onda dəyişilir. تو مگر خود مرد صوفی نیستی، هست را از نسیه خیزد نیستی. Pəs burada deyir ki, sufi İbnül Vaqt olar. Yəni, tabi zaman olar. İbn ərəbidə bir mənayı həmrahdır. İbnül Vaqt, yəni o ki, həmrah ba vaxtdır, zamandır. Nist fərda guftan az şərt-i təriq. Əslən, təriqətdə sabah demək şərt deyil. İşi sabaha salmaq əslən düz deyil. Böyünün gərək qədrini sən biləsən, tapasan. Əzizlər, bu sufi barəsində mən bir qıssa sizə burada bir tövzih verməliyəm. O budur ki, bəziləri mütəqiddir ki, bu sufi kələməsi sufdan tutulubdur. Suf be mənayı pəşm və yun. Bunlar pəşmidən və yundan bir para paltarlar giyərdilər və riyazət eləyərdir. Ona görə bunlara sufi deyilir. Bu bir dənə nəzərdir bu barədə. İkinci nəzər budur ki, deyir ki, sufi süffədən alınıbdır. Əhl-i süffə. Əhl-i süffə həm döran-ı cahiliyyətdə Peyğəmbərdən qabaq bir tədad insanlar gələrdilər Kəbəyə özlərinə müvəzzəf görərdilər ki, Kəbəyə xidmət eləsinlər, qulluq eləsinlər Allahın evinə. Orada da bir səki vardı, orada dayanardılar. Ona görə bunlara deyərdilər əhl-i süffə. Elə ki, İslam zuhur edir, Peyğəmbər məscid düzəldir və Mədinədə də bunlara bir oturaq yeri düzəldir, bir səkudan zaddan. Bir tedadı da bücürcələrdilər, orada çoxlu ibadət eləyərdilər, o səkularda qalardılar, yatardılar. Deyirlər ki, xop, sufi süffədən alınıbdır. Pəs bir işəsi də ona qeydir. Üçüncüsü səfadandır. Sufi səfa kələməsindəndir. O ki, ürəyini safaldıbdır, səfa verib və cəla veribdir. Sufi kələməsi odur. Pəs sufi odur ki, ürəyinə neyniyibdir? Səfa verib və cəla veribdir. Amma bu, İslami mütəfəkkirlərin ümumən nəzəridir. Bir paraları da mütəqiddir ki, təsəvvüf kələməsi həmən sofus Yunani kələmədən alınıbdır və Yunandan varid olubdur. Birinci sufi ki, İslamda tanınır, ikinci qərnidə Əbu Haşim Kufidir ki, bu demək olar əvvəlin xanıqahı İslamda bənə eləyir. Əzizlər, mən istəyirəm bunu sizə burada artırmalıyam deyəm ki, sufi kələməsi Mevlana'nın əsərlərində neçə mənisi vardır. Bir sufi varımızda İbnül Vaqtidir, bir sufi varımızda Əbəl Vaqtidir, ya Əbul Vaqtidir. Bir sufi ki, hələ xamdır, o mərahilə yetişməyibdir, Mevlana bunun adını qoyur sufi. Əlbəttə, ehtiramla yad eləyir bundan. Bir dənə də sufi vardır ki, zamanı təsxir eləyir, özü zamanı gətirir, ələ gətirir. Bunun da adını qoyur ki, sufi ki, Əbul Vaqtidir. İbnül Vaqtidir, Əbul Vaqtidir. Mən bərən ki, bu mövriddə sizə tövzih verəm, deyir ki, Məsnəvinin ayrı yerlərində deyir ki, dəftər sufi səvad و hərf نیست جز دل اسپید همچون برف نیست. Sufinin dəftəri bu yazmaq deyil, bu qələm deyil. Onun dəftəri ürəyidir və ürəyini neyniyir? Mürəttəb cəla verir ki, həqiqət nurları onun ürəyində neynəsin? Işıllasın. Bəd
ayrı yerdə deyir ki, an ki او موقوف حال است آدمی است که گهی افزون و گاهی در کمی است لیک صافی فارغ است از وقت و حال صوفی ابن الوقت باشد در مثال. صوفی سلام علیکم. صوفی nə mənadır? Həman ki o mubtədidir, təzə başlayıb در واقع seyr suluku və təriqəti. Bu nə mənadır? ابن الوقتdir. حالها موقوف فکر و رای او زنده از نفخ مسیحا سای او هست صوفی صفا چون ابن وقت وقت را همچون پدر بگرفته سخت لیک صافی غرق عشق ذوالجلال ابن کس نی فارغ از اوقات حال. صافی burada sufinin qabağına otudub və safidən mənzuru həman sufi muntəhidi ya sufi mubtədi deyil. Pəs Mevlana sufini neyini? Dərəcə bəddıq edir. Bir sufi ki əvvəl mərahil təriqəti başlayır, bir sufi ki nəhayət təriqətdədir, onun da adını qoyur safi ya sufi ki əbulvəqtidir. Amma gəlsəz hafızın əndişələrinə görərsiniz ki, hafız sufidən əslən yaxçı yad eləmir. Hər yerdə umumən divan hafıza baxsaz, siz görərsiniz ki, hafız az cümlə şəxsiyyətləri ki, onu nəqd eləyir, nə mənadır? Sufidir, sufi kələməsidir. نقد صوفی همه صافیه نه همه صاف و بیغش باشد ای بسا خرقه که مستوجب آتش باشد. Bunlar bir para xirqələr deyirlərsə, bundan xirqələri bundan nəcat verməyəcək deyil. Bu xirqələr bundan hətta oda sala bilər. Bu hafızın sözüdür da. خوش بود گر محک تجربه آید به میان تا سیه رو شود هر که در او قش باشد. ناز پرورده تنعم راه نبرد جایی عاشقی شیوه رندان بلاکش باشد. Həman o qəzəldədir. Ya ayrı bir qəzəlində deyir ki, خدا را کم نشین با خرقه پوشان. خرقه پوشان منظuru həman bu sufilərdir. Bunlarla deyir az otucun. Bunlar səni yoldan çıxaldır. خدا را کم نشین با خرقه پوشان رخ از رندان بی سامان مپوشان. در این خرقه بسی آلودگی ها هست. Təmiz bir paltar bunlar geyinməyiblər əyninlərə. Ya bir ayrı yerdə deyir ki, sufi nəhad dam و سر حقه باز کرد. O bir cəbə bunlar özləri ilə dolandırarlar. Bəzilər bundan fala baxarlar filan eləyərlər. Deyir ki, o hoqqanı qoydu vəsətə neynədi? Hoqqabazlığınla başladı. Bunyad məkr با فلک حقه باز کرد. Bu təbirlər hafızın sözlərindədir ki, sufiyə neyniyibdir, işlədibdir. Hər halda, əgər gələk əbiyyatın irtibatında sufi ibnül vaqt باشد ای رفیق نیست فردا گفتن از şərt təriq sufi ibnül vaqt olar ey dost bil gələcəkdən söyləmək uyğun deyil. Ayəndədən söyləmək əslən düz deyil. Nisiyədən yoxluq düşər var mülkünə. Nisiyədən yoxluq düşər var mülkünə. Sufi əmma nəqdi verməz mümkünə. Sufi həmişə nəqdidən yapışar. Nəqd, nisiyə ilə bizim işimiz yoxdur. Bu zaman, bu halı deyib, şimdi qərardısan, bu ləhzə şəmsidən danışasan, yeri budur. Atma ayrı saətə, ayrı bir vaxtə. O şəxs Mevlanıya burada bu əbiyyatı در واقع deyir. Əzizlər, mən burada izafə eləməliyəm ki, Əbulfütuh Razinin təfsirində Əbulhəsən Şə'ranidən belə gəlibdir ki, Musa vaxtı ki, o Tur dağına gedəndə o yundan در واقع paltar geyinmişdi və bir para bizim ariflərimiz də bundan istifadə ediblər ki, peyğəmbərlərimiz də növ paltarı ki geyindilər zebr paltar olardı. Yəni bunlar yumuşaq paltar geyməzdilər. Ola bilər ki, bir təbəiyyət az onlar da neynəsinlər bu növ giyişiklərində intixablarında və o paltar geyməklərində onlardan neynəsinlər təsir götürsünlər.
Burada bu nisyə kələməsi də həman nəsiyyədir da, nəsiyyət ki, eyni hədiyyət kimi be murur neyniyibdi, xülasələşib bu kələmə olubdu hədiyyə məsələn, nisyə məsələn. Bəli. O Xəyyamın bir şeiri var, deyir ki, گویند کسان بهشت با حور خوش است. Bir تعداد daha deyir ki, بهشت hurilərlə yaxşıdır. Mən گویم که آب انگور خوش است. استیر و زمان و لحظن خیام نشان versin. این نقد بگیر و دست از آن نسیه بدار کاواز دهل شنیدن از دور خوش است. Bu da Xəyyam işidir. Xəyyam özünə görə xassı bir düşüncəyi və fikirləri var idi da. Dostlar, bilirsiniz, mən bir dəfə də bu cələsatda ola bilər ki, sizə mən demişəm, İslamın genişlənməyi və coğrafiyayı babətdən göstəriş tapmağı, bir para böyük şəxsiyyətləri İslama dəvət eləmək mədyun urafalar, ovliyalar və bir para sufilər olubdur. Bir dənə kitab vardı, به نام تشیع و تصوف adında. Bu kitabı görsəz, vaxtınız olsa hətmən oxuyasınız. Doktor Kamil Mustafa Əş-Şeybi bu kitabı yazıb. Doktor Ali Reza Qaragözlü də bunu در واقع tərcümə eləyibdir. 81-ci səhifəsində belə yazır ki, deyir, 2 dənə sufi şagirdləri ilə Hulakuxanın qabağını kəsdilər. Hulakuxan özünüz bilirsiniz də, şəmanist idi, yəni butpərəst idi. Xanımı dəstən Məsihi idi. İslama bu ki, elə ki, həmlə elədi Xacə Nəsirin tədbiri ilə Bəğdada Cenab əl-Müstəsəm billah saqit elədi orada. Bir dənə söz soruşdu. Mühim sualıdır. Sual bu idi ki, dedi, aya müsəlmanlara kafir adil hakim hökumət eləsə yaxçıdır, ya müsəlman zalim hökumət eləsə yaxçıdır. Qəşə suala baxın. Elə ki, onun müstəsəmi öldürdü, dərbarda millət yığışmışdı Bəğdadda. Orada sual bu idi ki, ey müsəlmanlar ki, siz müsəlmansınız, mən bir dənə butpərəst bir adamım, kafir bir adamım, gəlirəm sizə hökumət eləyəm, vəli bər məbnai ədl hökumət eləyəcəm. Aya müsəlmanlara hakimi ki, kafirdir, vəli ədalətlə hökumət eləyəcək yaxçıdır, ya bir dənə hakimi ola ki, müsəlman ola, zülmlə hökumət eləyir. Hansı yaxçıdır? Deyə orada bir dənə qoca əlini qavzadı göyə və dedi ki, müsəlmanlara ədalət lazımdır. Fərq eləmir kim olsun. Və Hulakuxan orada neyniyir? Qüdrətə çatır. Və təsbit olur qüdrət. Yəni, Moğollar gəlirlər. Neçə 100 il İslam dünyasında bunlar hökumət elirlər. Orada indi bir para sufilər gəlir, bunun qabağını kəsir. Deyirlər ki, biz istəyirik sən müsəlman olasın. Deyək, müsəlman olmasam neyniyəcəksiniz? Deyək, müsəlman olmasaz biz zəhri içib girəcək bu odun içinə, odun içində özümüzü yandıraq. Əgər yandırdıq, biz yandıq, kül olduq, sən elə kafirlığında qalacaqsan. Əgər od bizim qüdrətimizlə söndü və xamış oldu, sən İslama gəlcin. Deyək, bu sufilər elə onun yanında zəhri içib girirlər odun içinə və od bunların əzəmətindən, bunların kəramətindən xamış olur və o ləhzə Hulakuxan neyniyir? Müsəlman olur və İslam gətirir. Təhcə o deyir, Abaqaxan ki, 688-ci ildə, bu da bir hakimi Moğoludur, bir ariflərdən ki, kəramət iddia eləyir və kəramətini görür, neyniyir? İslama üz gətirir və müsəlman olur və adını dəyişir, adını da Əhməd qoyur. Pəs istəmirəm bu mövriddə çoxlu
danışam. Çünkü bizim cəlsatımız tarixi təsəvvüfa şayət o qədər uyğun deyil, bağlı deyil. Amma istəyirəm deyəm ki, bunlar bir dənə böyük bir nehlə, böyük bir firqə olublar tarix İslamda, böyük əsərli bir taifə olublar ki, bizim düşüncəmizdə, bizim fikirlərimizdə bunlar təsir qoyublar. Xob, تو مگر خود مرد صوفی نیستی، مگر سن عارف دیرسن، مگر سن صوفی دیرسن، هست را از نسیه خیزد نیستی، نسیانı ötür نقدden yapışınan, گفتمش پوشیده خوشتر sirri ya. Bu Mevlana'nın öz sözüdür. O şəxsə cavab verir. گفتمش, yəni ona mən dedim. گفتمش پوشیده خوشتر sirri yar, خود تو در ضمن حکایت گوش دار. Mən bunu açıqlayanmanam ki sizə, yarın sırrını və razını sizə açıqlayanmanam ki, bir dəfə Şəmsin barəsində danışdım, gördünüz da onun başına nə oyun gətdiniz, yığışdınız o biçarəni öldürdünüz, o quniyədən qaçdı. Xod to در ضمن hekayət quşlar. Mən öyle nağılın içində arada bir qıssa onun barəsində danışacağım, siz o cür qulaq asın. Görün, əl-kinayətü nə mənədir? Zərul məsəl nədir? Əl-kinayətü əbləğu minət təsrih. Zərul məsəl ərəbidir də. Kinayə təsrihdən, sirahətdən nə mənədir? Çox aşikartərdir. Düzdür? Qızım sənə deyirəm, gəlinim sənə eşitdirirəm. Nə mənədir? Kinayədir də. Burada العاقل یکفیه الاشاره و الجاهل یضرب بالسیاط. Bu da bir dənə ərəbi zərun məsəl. Aqilə bir dənə işarə, bir balaca bir işarə kafidir. Vəli cahili cəhni niyəsən, şallaqla boynun kökündən deyirəsən. Yuzrabu بالسیاط. Siyat به معنی şallaq və taziyanədir. Gizli tutma, xoşdur sırrın dilbərin, bir hikayət içrə, dinlə sözlərin. İçrə, içəri, həman içində, hikayət içində, dinlə sözlərin. Qulaq as bunun sözlərinə. Bu irfani məkatibdə bir dənə salik ki, təzə varid olurdu bir dənə arifin məhzərinə. Bundan bir dənə beyətə laydilər. Beyət-i vələviyyə deyərlər adına irfanda. Beyət-i vələviyyə bu idi ki, buna deyərlər ki, bir para sırrları biz sənə örgədəcək. Bu sırrları sənin haqqın yoxdur işdə açasan. Mevlana o məsnəvidə deyir ki, hər kira əsrar-ı həqqa muxtən, مهر کردند و دهانش دوختند بر لبش قفل است و در دل رازها لب خموش و دل پر از اسرارها عارفان که جام حق نوشیدند razها دانسته و پوشیدند. Bunlar bir para razlarını iniblər, biliblər və üstünü örtüblər. O həllat ki, İslam dünyasının Məsihiydi və o cür asılır, bir dənə iradi ki, tuturlar buna. Deyirlər ki, xub həllat razı açdı, gərək açmayaydı. آن یار کزو گشت سردار بلند جرمش این بود که اسرار هویدا میکرد. Hafızın sözüdür. Bunun cürmü buydu ki, bir para sözlərcə deməyərdi. Hətta onun təşyiyə cənazəsində ya cənazəsinə gedəndə bunun bacısı başı açıq ki, gedir ora. Bir para şəxslər deyir ki, baba başı ört, burada kişi vardı, ayıbdır səndən. Deyir, mən burada fəqət bir kişi görürəm. O da həllacdır. Gedib dar başına. Burada kişi yoxdur. Yaxşı. Pəs bunlar deyirlər ki, siz bu sırrı saxlamalısınız. Əgər bu sırrı açsaz, hər yerdə yayılacaqdır və bunun qabağını siz alamayacaqsınız. Bir dənə də ərəbi bir beyt vardı. Deyir ki, kullu ilmin leysə fil qirtas za. Hər elmi ki, kağıza gəlməsə, qirtas və mənə kağız. Hər elmi ki, kağıza gəlməsə, aradan getməlidir. Bu misal Peyğəmbərdən nəql olub da, qəyyidul elm bil kitabə. Peyğəmbərdən nəql. Elmi yazmaqla zəncirə çəkin. Qəyyidul elm bil kitabə. Kullu ilmin leysə fil qirtası za, kullu sirrin cavvəzəl isnəyni şa. Hər razı ki, 2 nəfərdən artığın arasında deyildi, neynədir? Şayi olundu da, hamı onu biləcəkdir. Bir dənə də məsəl vardı ki,
işlənirlər. Əl-məcalisu bil-əmanə. Eşidibsiniz bunu? Məsələn, deyərlər ki, 5 nəfər, 10 nəfər oturar bir yerdə. Deyərlər, əl-məcalisu bil-əmanə bilin. Ha bunu? Əl-məcalisu bil-əmanə bilin. Yəni, bu məclisi ki, burada quruldu, bunu əmanət bilin. Buradan söz eşiyə çıxmasın. Əl-məcalisu bil-əmanə. Məkun razı mərə ey can fəsanə, şenidəsti məcalis bil-əmanə. Şəms divanındadır. Ki, gəlib. Hər halda. Xoşdəran başad. İndi buna dəlil gətirir. Deyək, axı, mən kinayə ilə danışacağım. Dəlili var da. Xoşdəran başad ki, sirr dilbəran, gفته آید در حدیث دیگران. Yaxşı olar ki, məşuqun sırrını özgələrin dilində mən sizə gətirəm. Özgələrin dilində gətirəm. Müstəqim mən Şəmsidən sizə danışmanam ki, burada Şəmsilərdən danışaram, adını Şəms qoymanam. Özür danışacağım sizə. Görərsiniz ki, nə ləzzətli olacaq ondan danışmaq. Nə gözlədir, üzr istəyirəm, nə gözəldir köklüyəx rəmzin tarın, tar nədir? Sazın tarı. Nə gözəldir köklüyəx rəmzin tarın, ayrı donlarda deyək sırrın yarın, ayrı donlarda deyək sırrın yarın. Pəs ayrıların dilində biz sizinlə danışacağıq. Goft məkşufu berehne və biğulul bazgu dəf'əmmədə eybul fuzul. Ayrıları deyir. Yəni bu Mevlana'nın sözü də məclisdə olanlar deyir. Deyir, olmadı. Əslən olmadı bu söz. Açıq deyəcəksən. Məkşuf berehne lüt biğulul. Gulul be mənayı توضیح verəcəm də, bir mənayı xiyanət eləməkdir. Məsələn, qənimətdə xiyanət eləməkdir. Biğulul, yəni beduni kəmukas, beduni ki, azaldasan. Yaxçı, bir dənə o zərbul məsəl var ki, ərəbidə zərbul məsəl dərdə, hədisdir, nəql olubdur. Hədaya əlvulat gululun. Hakimlər hədiyyələr ki alırlar, gululdur bu hədiyyələrin adı. Gulul, yəni xiyanət edər beyt olmaq. Hakimlər digər hediyə almayalar. Bu hədisdir, nə mənədir, nəql olubdur. İmam Fəxri Razi təfsir-i kəbirində bunu gətiribdir. Pəs məkşuf و برهنه و بیغلول بازگو dəf'əmmədə eybul fuzul. Dəf'əmmədə yəni bəhanə gətirmə, beyvaxta saxlama, təxirə salmacın. Dəf'əmmədin mənisi budur. Eybul fuzul. Eybul fuzul da bir dənə istilahlardır ki, Mevlana işlədir də. Çoxlu görəcəksiniz. Ey pedər, ey pesər, ey sənəm, ey sənəd, eybul fuzul. Bunlar istilahat-ı məxsusu Mevlana'dır ki, hər şəxsə mütənasib ba ozu işlədir. Bul fuzul o şəxsdir ki, bir miqdar Mevlana'nın məhzərində elmi var. Bizlərə fəzli var. Mevlana onu o cür xitab edir. Pəs dəf'əmmədə Şəms divanında da işlənib. Xacə biya, xacə biya, xacə degərbار biya. dəf'mədə ey بت عیار بیا. هر بار عذری می نهی و از دست مستی می ری. ای جان چه دفعم می دهی ای دفع تو بسیار شد. دفع تو dəf'əmmədə به معنای nə mənədir? Təxirə salmaq, bəhanə gətirmək, üzr gətirmək. Təbəqat-ı Şafiyyə kitabında Sobkidən nəql olunubdur. Bir dənə qıssa nağıldır. Bunu qoyun oxuyum sizə. Farsız oxuyuram. Amma göndərəcəm Türkiyə. Qazi Əbu Təyyib Təbəri bir dənə böyük danışmend Şafiidir ki 5-ci qarnında yaşayır. Deyir ki, kفش خود را به کفشگر دادم تا تعمیر کند. başmağımı verdim bir başmaqçıya ki düzəltsin. Kفشگر مرا دفع میداد. دفع میداد burada işlənib. Yəni mənə, yəni təxirə salırdı, bəhanə gətirir. چنان شده بود که هرگاه از دور مرا میدید که برای طلب کفش میآیم
برفور کفش را در آب فرو می برد و چون من می رسیدم از کفش می پرسیدم می گفت همین الان تعمیرش می کنم. Ben uzaktan görən kimin başıma basırdı suyun içinə ki, vaksiliyirəm bunu, düzəldirəm. Yetişirdim yaxına, deydi ki, tələsmə ələn, başmağı cürürəm, verəm sənə. چون این کار را ادامه میداد کفش را همچنان در آب فرو میبرد و تعمیر نمیکرد. Hər zaman mən geydim yanına, bu cür eləydi, basırdı suyun içinə və bunu başmağı düzəltmirdi, vermirdi mənə. سرانجام مرا خشمگین ساخت و خطاب به او گفتم. نهایتا من hislendirib من ona dedim ki ey مرد کفش را دادم تا تعمیرش کنی ندادم که شنا یادش بدهی. بله خدا چی واضحه. پرده بردار و برهنه گو که من می نخسبم با صنم با پیرهن. پرده بردار یعنی پردهni götür, آشکار elə də hər şeyi əyan elə. نخسبم خسبیدن به معنای خوابیدن ده، یاتماختن. صنم به معنای بت ده، düzdür, با پیرهن. Bu hikayət ay Bağırzadə hansı hikayət اشاره edir? پرده بردار و برهنه گو که من می نخسبم با صنم با پیرهن. بله Yusifi kim işləyirdi bizim klasda? Bilirsiniz də o ləhzədə ki Züleyxa در واقع Yusifdən istəyir ki Yusiflə olsun. Otaqda axırın ləhzədə ki Yusif در واقع istəyirmiş zahirən o cür ki gəlir da təslim Züleyxa olsun. Züleyxa rusərisini ya bir paltarı atır orada botun üstünə, bir dənə bot varmış orada. Deyir ki mən istəmirəm bu bot görsün bizim bu rabitəmizi. Orada bir ləhsə Yusuf oyanır, deyir bura bax hələ bu bir dənə botdan istəyir bunu gizlədə. Mən yuxarıda ki Allah bizi şahid و nazir bu səhnə. می نخسبم با صنم با پیرهن. Əslən bu ləhsə nə mənadır? Hər şey gərək əyan ola, hər şey gərək aşkar ola. Sözü pürçüm söz danış bar ver əyil. Yarınan köynəkli yatmaq düz deyil. Köynəkli yatmaq düz deyil. Köynəyə gərək çıxadasan və lüt olasan. Hər şeyi berehnə və aşikar sən bizə deməlisən. Bu cür ki bir bəli də گفتم ار عریان شود او در عیان یا عیان. گفتم ار عریان شود او در عیان. نی تو مانی نی کنارت نی میان. میانه خاطر عیان oxusaq yaxşı. عیان مصدر دوم باب مفاعلتdir. عیان مصدر دوم باب تفعیلdir. مثل سلام مصدر دوم باب تفعیل. عیان müayənədir, görmək. Bir yol deyir, mən ona dedim, o kişi məndən istəyirdi ki, sən Şəmsin barəsində açıq danış, açıqlacınan. Mən buna dedim ki, əgər o barədə mən açıq danışam, nə sən qalacaqsan, nə sənin kənarın və sənin canibin, o yanında oturanlar, heç biri bu vəsətdə qalmayacaqdır. Hamısı məhv olacaqdır, aradan gedəcək. Siz o qərb ədəbiyyatına da baxsaz, o Jupiter nağılına ki, qərb ədəbiyyatının böyük o şahkar nağıllarından da Jupiter aşığı o در واقع Selmə ki, o həmin qızın adıdır, Selmə ki, aşığı Jupiter olur. Orada nə inir? Bu Jupiter elə bir dənə در واقع خدای معنویdir, خدای زیباییdir. Həmişə o hekayətdə belə gəlir ki, bunu Alexander Duma gətirib də o kitabında. Doktora ki siyah در جستجوی خدا bir dənə qəşəng kitabdır. Orada yazır ki, Jupiter ki bir dənə xudayı mənəvidir. Həmişə Selmiyə bu qıza özünü bir dənə insan kimi özünü göstərirdi. Müntəha bu qız deyirdi ki, mən axı razı deyirəm sən bu cür mənə özü göstərsən. Mən istəyirəm sən özün tamamı cəlalınla, cəbərutunla, şuhukunla, əzəmətinlə özü mənə göstərəsən.
Jupiter buna deyir ki, ax sən məndən onu istəməcəksən də. Mən əgər özümü göstərsəm olmayacaq bu iş. O qədər bu bundan israr eləyir ki, nəhayətən bu nə edir? Buna özünü göstərir və göstərən kimin bu təbdil olur bir dənə böyük nura və bu nur nə edir? Selməni çəkir öz içərisinə və eyni bir dənə kiçik bir heyvan kimin orada bunu külə çöndərir və yandırır. Ona görə vaxtı ki Qurana da baxanda Musa Allah israr eləyir, deyir ki, sən özünü mənə göstər. Deyir ki, əgər istəsən məni görəsən o dağa baxışını. Sən lən tərani əbədən. Sən məni heç vaxt görənməyəcəksən. Amma istəsən bir şemmeyi məndən görəsən, bir qıssa məni baxasan o dağa baxışını, o dağa baxan kimi dağ pudr olur və Musa qəşkəli xərrə Musa və səhv və düşür yerə də. Pəs Mevlana Benoyi buna istişare eləyir. Deyir ki, mən o məhz bir nurdur. Mən əgər istəyəm ondan gətirəm meydana, gətirəm ortalığa, bu sizi kül elərək, sizi burada yandırar. Əlbəttə Mevlana'nın ayrı bir bərdاشtı da var ha, bu beytlərdə. Budur ki, aşıq və məşuqun arasında bir para rabitələr vardı. Yəni, əgər aşıq bunu iddia eləyə və gələ meydana və çox istəyə, məşuq burada tamamı vücuda təbdil olacaqdır. Aşıq burada heç olacaq və aradan gedəcək. Ədəmə və fənaya dar vaqa təbdil olacaqdır. Ola bilər ki, mən qabaqçı cələsələrdə də buna işarə eləyəm. Mevlana neçə təmsildən burada istifadə eləyir. Məsələn, deyir, bir dənə it, o qədər aş saxlayırsan, bir dənə çörək ambarına deyir, həmlə eləyir. Deyir, orada bir dənə çörək qoymur qala. Hamısını yer deyir, qutarır. Deyir, nisbəti aşıq və məşuq o cürdür. Necə çörək o itin qabağında deyir, məhv olur. Heç də deyir, ondan qalmır. Aşıq da deyir, məşuqun qabağında özür. Bəndəyi aşıq da deyir, Allahın qabağında bu cür özünücə heç eləyə. Yəni, heç da təbdil eləyə. Ya məsələn, o Həzrəti Süleyman nağılında ki, bir dənə mığmığa gəlir, Həzrəti Süleymandan şikayət eləyir ki, yel məni çox əziyyət eləyir, çağır bu yeli mühakimə eləcəklə, bu nə işli yel məndən görür, deyir ki, bir ləhsə dayan burada olsun, mən çağırım gəlsin. Yeli çağıran kimin mığmığa məhv olur gedir. O ki aməd mən kuca yabam qərar, ku bərarət əz nəhadı məndəm. Deyir, baba, tamam, söz buydu ki, yel gəlməsin. Sən yeli çağırdın da mənə yer yoxdur ki orada. Mığmığa ilə yelin bir nisbətində Mevlana istəyir, aşığı məşuğu desin. Ya kölgə ilə ışıqlığın barəsində, günəş gələndə kölgə yığışır, sayəhəyi ki بود جویای nur, məhv gərdəd çön konəd nurəş zuhur. Günəş gələndə kölgə yığışır. Nisbət aşığı və məşuğuyə bu cür misal verir. Əttar əsrarnaməsində belə gətirir ki, deyir, bu iş eyni buna bənzər ki, bir dənə sıçan gedir, bir dənə dəvəni qonaqlığa çağırır. Qonaqlığa çağıranda elə ki, dəvə yetişir bu sıçanın evinə, deyir, mən inək amədəm, kucay ma, mən gəldim və mənim yerim anı burada. Yəni da burada sən getməlisən. O həman ki, Mevlana bunu əttardan alıb da. Özünüz bilirsiniz ki, Mevlana əttardan, sənayidən, qəzzalidən, bunlardan çoxlu təsirlər götürübdür. مرغ خانه اشتری را بی خرد رسم مهمانان به خانه میبرد چون به خانه مرغ اشتر پانها خانه ویران گشت و سقفش افتاد. Bir dənə toğuq gedir, bir dəvəni dəvət eləyir evinə. Dəvə gələn kimin kıçını qoyur, kollu o evin üstünə hamısını topraqla bir eləyir. Pəs آرزو میخواه لیک اندازه خواه بر نتابد کوه را یک برگ کاخ. Bu Mevlana'nın sözdür. Deyəcəksən arzu istəyirsən, öz əndazəncə istə, öz həddincə istə, qəddi qiyafəncə arzu istə. Axı bər nətabət kuh ra یک برگ, bər nətabət yəni qəbul eləməz. Bir dənə saman çöpü bir dənə dağın qabağında neyniyə bilər? Qəbul eləyə bilənməz. Onun gücünün qabağında qəbul eləyə. Aftabi kəzveyn aləm furuxt əndəki gərbi iştabət cümlə suxt. Aftab و şəms həmişə məsnəvidə görəndə bilin ki,
Bunlar çox bir-birlərinə yaxındılar. Aftab elə həman Şəms-i Təbrizidir. Şəms-i Təbrizi həman aftabdır ki, günəşdir. Kulli aləmi, bizim içərilərimizi deynəyir, işıqlandırır və buna hərarət verir. Öz qabınca istə artıq istəmə. Öz qabınca istə artıq istəmə. Toy gətirməz çöp dağa, gəl boy demə. Boy demə. Görürsünüz da nə gözəl kəlmələr işlənibdir da. Boy demə nə cür kəlmədir məsələn. Bəli, yekə danışma da, öz boyunca, öz qəddincə danış. O günəş kim aləmi nurlandırar, yaxına gəlsə yaxar, odlandırar. Pəs sən burada nə etməlisən? Etidalı hifz eləməlisən. Çox məndən istəmə ki, mən şəmsi yaxına gətirəm. Şəmsi yaxına gətirmək eyni günəşi yaxına gətirməkdir. Hamını burada kül elər. Fitnə və aşub və xunrizi məcu, بیش از این از شمس تبریزی مگو. Gördünüz? Burada nədir? İşarələr. Siz əgər fitnə axtarırsınız, əgər bəlva axtarırsınız, əgər qan töhmə axtarırsınız, şəmsi gətirək meydana. Şəmsidən çox danışmayacaqsınız. İn ندارد آخر از آغاز گو رو تمام این حکایت باز گو. Da istəyir ki, qeydə gələ bir də nağılın. Da bu söz qutulan deyir. Get bir də əvvəl nağıla görək Qaravaşla Şahın nağılı nə oldu ağı? Sən çox getdin üstə, çox şəmsidən danışdın. Təbrizin şəmsindən artıq söz demə. Fitnə salma, qan axıtma, gözləmə. Söz başdan söylə, sonsuzdur bu söz. Basma sonsuzluq odundan qəlbə çöz. Qəlbə çöz. Qəlbə o közü basmacla o neynəyəcəkdir? Yandıracaqdır. Şəms divanında Mevlana şəmsidən fəttanə kələməsi ilə ad aparıbdır. O ki fitnə salan. Bu sözü də ona işlənir. Şəmsul həqi təbrizi az xalq çə pərhizi əknun ki dərəfkəndi səd fitnəyə fəttanə. Səd fitnəyə fəttanə. Orada bundan neynibdir? Ad gətiribdir. Fitnə kələməsi Quranda da işlənilibdir. Neçə məniyə? Bir də mənisi bir mənay sınaqdır. Yəni azumun ibtiladır. Deyir ki, o Təğabun surəsində işlənib ki, va'ləmu ənəmə əmvalukum və əvladukum fitnə. Bilin ki, sizin uşaqlarınız və mallarınız nə mənədir? Fitnədirlər. Yəni məhəllə bir dənə sınaqdırlar. Sizi sınaq üçündülər. Ayrı yerdə də bir mənayı budur ki, anarşistdir. Fitnə və mənayı anarşist, hərci-mərcidir. Aşub, bəlva salmaqdır. Və qatiluhum hətta la təkunə fitnə. O qəd cəng eləyin ki, ta fitnə aradan götürülsün və fitnə olmasın. Ənfal surəsində gəlibdir. Bəqərə surəsində də çox şiddətli təbir işlənir fitnədən. Əl-fitnətü əşəddu minəl qətl. Fitnə ölümdən də çox cürmü və yükü yuxarıtərdir. Xob, yorulmuşsunuz ki, idama verək də nağılı. Hə? Bir 3-4 beyti də oxuyaq da. Muvafiqsən? Ay Səqay, muvafiqsən də. گفت ای شه خلوتی کن خانه را دور کن هم خویش و هم بیگانه را. Bu sözlər kimin sözüdür? Kimin sözüdür? Həman həkimin sözüdür. Həkim ki gəlmişdi o kənizəki ya qaravaşı dərman eləsin, nağılı gəldi da Mevlana gəl nağılı desin. Həkim neynir? O şaha deyir ki, ey şah, bu evi xəlvətdələməlisən. Xəlvət elə. Bir kəs olmasın burada. Hər kim var bu evdən uzaqlaşdır. Kəs ندارد گوش در دهلیزها تا بپرسم زین کنیزک چیزها. Dehliz به معنای bıcaq, quşə, quşə-muşə. O xəlvət yerlərdə, o yerdən ki qulaq asarlar, oralarda da bir nəfər qulaq asmasın. Mən bu kənizəkdən bir para sözlər soruşmalıyam.
söylədi ey şah bir xəlvət, yar et sarayı yan yövrədən birdən boşat, asmağa halsız qıza qalsız qulaq, dərduvarda olmasın şaha qulaq. خانه خالی ماند و یک دیار نی، جز طبیب و جز همان بیمار نی. دیار kələməsi به معنای house sitter, yəni o ki deyridə olan, yəni evdə olan, o ki evdə oturan. Ev boşaldı, qalmadı bir baş çəkən, qaldı bir qız, bir həkim, bir də ləcən. Ləcən. Ləcən həman o teştişi gətirəcəkdir, ondan neynəsin? Bunu dərman eləsin. Məsələn, vəsail azmayışgahisi, tebbisi və pizişkisi də burada işlənib. نرم نرمک گفت شهر تو کجاست که علاج اهل هر şəhri جداست. Nərm nərmək, qıssa qıssa, az az bundan soruşdu ki, sənin şəhrin haradır? Axı hər şəhrini öz şəhrinə sayaq gərək dərman eləyəsən. Öz şəhrinə sayaq gərək dərman eləyəsən. Nərm nərmək, yəni qıssa qıssa da, az az da, little by little da demək olar. Yumşaq, asta soruşdu şəhrini, şəhrini bilməklə bilsin dərdini. وندران شهر از قرابت کیستد خویشی و پیوستگی با چیستد. Bu sözlər həkim soruşur ha, kənizəkdən. Deyir, o şəhərdə yaxınlığın kiminlədir? Qərabət ba qaf, yəni yaxınlıq. Ba qeyn, yəni uzaqlıq. Dər vaqa, qurbət. Orada kiminlə sənin bağlantılığın vardı? Kiminlə qohum qonşuydun sən? Onlardan da bizə dedi, söylədi kimdir sənə orada tanış? Gəl tanışlardan mənə bir danış. Onlardan bir bizə danış. دست بر نبضش نهاد و یک به یک باز می پرسید از جور فلک. Əlini qoymuşdu bunun nəbzinə, bir bundan soruşurdu. Fələkin corundan, sitəmindən bundan soruşurdu. Muntar Qaravaşın əli həkimin əlində idi ki, o nəbzinə həmişə neydi? Qulaq asırdı görə ki, hansı sualın cavabında bu çırpınacaqdı. Orada neynəsin? Bir para işlərə əl tapsın. Nəbzi türküdə bənz deyil də. Bənzi əldə söylədi o mehriban, çoxlara olmuş fələk, əyri palan. Əyri palan yəni nə mənə? Bu eşək əyri palandır, yəni nə mənə? Ha? Yox, əyri palandır, yəni tutuq verməz, miniş verməz, buna minənməzsən. Burada Ustad Heydər Əbbasi bu cür gətirib ki, fələk əyri palandır. Ona minənməyəcəksən, o sənə tutuq verməyəcək. Səndən düz gəlməyəcək. Ondan soruşur. Xob, indi Mevlana istəyir deyək ki, görün bu həkimin işi nə qədər zərifdir, nə qədər çətindir burada. چون کسی را خار در پایش جهد پای خود را بر سر زانو نهد. De eyni o insan kimin ki bir tikan onun qıçına geçsə, qıçını qalxızır, qoyur dizinin üstünə. Görürsünüz, məsələn bizim çöldə gedəndə qıçımızın altına bir tikan geçəndə qıçımızı gətirib qoyur dizimizin üstünə. Və sər suzan hemi cuyad sərəş ور نیابد می کند با لب ترش. İynə ilə o tikanın ucunu neyniyir? Qıçında axtarır. Tapanmasa neyniyir? Əli ilə, dodağı ilə yaşlayır, oranı neyniyir? O tikanı neynəsin? Tapsın. خار در پا باشد چنین دشواریاب خار در دل چون بود واده جواب. Deyir, axı baba, qışdan tikanı çəkmək eşiyə bir belə çətindir.
gör bu ürəkdən bu tikanı çəkəcək eşiyə bu həkim, gör nə qədər bunun işin çətin olacaqdır. O təmsilə baxın da, gözəl işlədibdir. Ayağın dallar eşən bir kimsə nə, ayağın asta qoyar diz üstünə, tikani iynə ucu ilə axtarar, tappasa ağzın suyu ilə yaşlayar. Olsa barmaqda tikan bunca çətin, qəlbidə olsa olar 100 qat yəqin. 100 bərabər qəlbdə olan tikan çətin olacaqdır. Xar در دل گر بدیدی هر خسی، دست کی بودی غمان را بر کسی. Xar در دل olsa barmaqda tikan bunca çətin, yəni bir belə çətin, böyük belə çətin, fərq eləmir də, bunca, ey belə çətin. Olsa barmaqda tikan bunca çətin, qəlbidə olsa olar 100 qat yəqin. Qəlbidə bunun tikanlığı nədir? Çoxlu olacaqdır. خار در دل گر بدیدی هر خسی، دست کی بودی غمان را بر کسی. Hər gələn görsəydi qəlb içrə tikan, hər kəs gələ qəlbin içərisində bir tikanı görə, sovurmazdı başa qəmdən saman. Qəmdən saman. Dəst key budi qəman ra bər kəsi. Əslən deyir, əgər ürəkdən birinə hər gələn insan, hər kəs gələrdi, ürəkdən tikanı çıxadardı, qəmi qüssə insanların üstünə getməzdi, insanlar qüssələnməzdilər. İnsanlar niyə qüssələnirdi? Ürəklərinə bir tikan sancılır, o tikanı çıxaldan olmur. Ona görə bunların qüssə gəlir bunların üstünə. Qəman kələməsi bir mənayı qüssədir da, qəmu ənduhdur da. Hafızın da şeirlərində işlənir. Həqqa o kəzin qəman برسد مجده امان، گر سالکی به عهد امانت وفا کند. اگر سالک əmanətə deyib vəfa eləsə, heç vaxt qəmi qüssə çəkməyəcək. Hafızın şeirlərində qəmi dərman eləmək üçün neçə dənə nüsxə hafız yazır, neçə dənə dərman eləmək üçün nüsxə çəkir. Bir də nüsxələsi nə mənədir? Vəfa eləməkdir. İnsan əgər əhli vəfa olar, xiyanət eləməsə, hafız deyir qəmi qüssə deyir ki, onun dalısıca getməyəcəkdir. خب بیدن این ده ayrı misal çəkir. کس به زیر دم خر خاری نهد، خر نداند دفع آن بر می جهد. Bir nəfər gəlir, qədəm elə bir dənə oynumuş. Məsələn, qəfə qabağında neçə dənə eşşək yığışanda, bəzi ollat, obaş adamlar gələrdilər, eşşəyə bizləyərdilər. Onun quyruğunun altından, məsələn, bir çivzədən, bizdən, zaddan basardılar. Məsələn, bu zoncuqlayardı da, məzət istəyirəm. Bunu neyniyərdi? Bunlar ləzzət aparardılar. Elə bir bu səhnəni Mövlana görüb məsələn. Hala səfərlərində görüb, indi təsvirə çəkir onu. Kəsb zirə dömm xərxari nəhər. Bir kəs gəlir eşşəyin quyruğunun altına bir biz batırır. Eşşək bilmir onu. Başlayır zoncuqlamağa, təpi atmağa. Bərcəhət. An xar möhkəm tərzənən. Eşşək onu deyib bilmir ki, atlanan kimi neynir, o tikan möhkəm geçir onun bədənini. Aqili باید که خاری برکند. Aqilli insan istəyir ki, onun tikanından, o bizi onun bədənindən çəksin eşəyə. Xərz bəhri dəf'i خار از سوز و درد جفته می انداخت صد جا زخم کرد. Çün eşəkdə düşünəcək yoxdur, deyir, atlanıb düşməklə, zoncuq atmaqla, ayaq atmaqla, deyir, bahis olur ki, 1000 yerini bu neyini yaralayır. Mevlana istəyir o həkimin əzəmətini nişan versin. İstəyir deyə ki, bu həkim nəcür zərafətlə o tikan oradan çıxadacaq bunun ürəyindən. Əgər o olmasa, bunda bu zərafət, bu hikmət və bu elm olmasa, eyni o eşyəyin qəziyyəsi olacaqdır ki, bu 100 yerini yaralayacaq. An əmarət نیست ویران کردن از تعزیز الله مما یفترون. گفت هر دارو که ایشان کردن an əmarət نیست ویران کردن. Oxuduq da bu əbiyyatı ki, o birisi həkimlər gəlmişlər, o qaravaşı o günə salmışdılar. Pəs
bir tikan qoymaqla quyruq altına, eşşəyi zoncuqladır əhli zina. Zoncuq atdıqca onu sancır tikan, tikanı çəhsən tapar eşşək. Aman, tikanı dəf etməyə dilsiz supa. Supa nədir? Hə? Supa məsələn, birini söyəndədir, supadır məsələn. Birini o yamandır da məsələn. Tikanı dəf etməyə dilsiz supa. Məsələn, şayad eşşək məsələn balacasına, məsələn qoduğazada məsələn supazad deyər. Ola bilər bu cür. Tikanı dəf etməyə dilsiz supa, zoncuğa qalxız da dəyir başdan zopa. Zopa nədir? Ha? Zopa. Zopa dəyənər. Çomaq. Bir götürür ha, ona deyər zopa da. Pəs bir də oxuyun buranı. Tikanı dəf etməyə dilsiz supa, zoncuğa qalxır dəyir başdan zopa. Bu elə dərdikcə neynir? O ağac, o dəyənək neynir? Bunun başından dəyir. An həkimi xarçin ustad bud. Mevlana istəyir bunu cətsin, bunu təmsil eləsin. An həkimi xarçin ustad bud. Dəst میزد جا به جا می آزمود. O həkim, o təbib ustad idi. Əl vururdu, bir yoxluyurdu onu. Tikanı candan çəkən adlım həkim əl vururdu, yoxlayırdı, çox həlim. Zan کنیزک بر طریق داستان باز می پرسید حال دوستان. Bu kənizəkdən eyni bu nağıl kimi neyniydi? Dostlarının halını soruşurdu. Söz çəkirdi o kənizəkdən mətin, yumuşaq, ehmal, adın, dostun, yerin. Bu nabibəbir ondan soruşurdu. Ba həkimu qıssə ha mi گفت فاش از مقام و خواجگان و شهر و باش یا شهر تاش. کجام hansı gəlir? شهر تاش. بله burada شهر و باشه. با حکیمو قصه ها می گفت فاش از مقام و خواجگان و شهر تاش. Bu qız da həkimlə elə ki bu nağılı açırdı, açıqlama həm yerindən, həm o ağalardan, həm şəhri taş. Taş kələməsi türkü kələmədir. Məsələn əməktaş, yəni həmkar. Əməktaş, həmkar. Şəhri taş, yəni şəhərvənd. O ki sən həmşəhrindir. Sən həmşəhrilərindən kim idi? O qızdan soruşur, kimləri sən görübsən? O başdan geçəndə istəyir soruşur ki, axı bu kənizək naxoşudur, istəyir deyək ki, bu ürəyini kimə orada tapşırır? Kimə aşıq olub gəlib, padişaha fəqət cismini gətiribdir? Həkim istəyir onu tapsın bundan. Ba həkimu qıssə ha mi گفت فاش. Söyləyirdi o həkimə qissələr, aşinalərdən, uzaqlardan nələr. سوی قصه گفتنش می داشت گوش، سوی نبض و جستنش می داشت هوش. Neyniydi? Əli də bunun nəbzində idi da bu həkimin ki, harda onun nəbzi çırpınacaqdı. Hey qulaq asırdı ki, görər nə ittifaq düşür. Nağla diqqətlə asdıqca qulaq o güdürdü. Nəbzi atsın çox oyaq. تا که نبض از نام که گردد جهان او بود مقصود جانش در جهان. görək ki cihan və cahan kəlməsində Mevlana oynayıb da burada cenas vardır. Cihan sifət-i faili mürəkkəb və mürəxxəmdir də, yəni cihanəndə, cəhəndə. Cahan da yəni bu dünyada در واقع. Hafızın da şeirlərində var. Del bi cemal canan meyl cenan ندارد هر کس که این ندارد حقا که آن ندارد. پس hangi adla o güdürdü atmasın bu yolu ilə qəsdinə əl tapmasın. Bu yolu ilə qəsdinə əl tapmasın. Ta neynəsin? O nəbzi çırpınan kimin? Həkim bilsin ki orada nə ittifaq düşür. دوستان شهر او را برشمرد بعد از آن شهری دگر را نام برد
بی bundan neynədi? Sayladı. Ayrı şəhərlər dedi. گفت چون بیرون شدی از شهر خیش در کدامین شهر بودستی تو پیش o şəhrindən çıxdın eşiyə hansı şəhərdəsən çox qaldın nam şəhri گفت و vəzan həm dərgözəşt rəng رو و nəbz او دیگر نگشت bir şəhri dedi ondan da geçti bunun nəbzi çırpınmadı nəbz او بر حال خود بود بی گزند تا بپرسید از سمرقند چوقند Beləş Səmərqəndin adı gəldi. Səmərqənd şəhrinin adı gəldi. Bunun nəbzi başladı çırpınmağa. Səmərqənd bir dənə məruf şəhərdir Özbəkistanda. Ki alan da qalır da. O zaman bir dənə böyük mərkəzi ticari, mərkəzi elmi, ipək böyük ticarəti. Alan da bu dəqiqə bizim özümüz yunu, ipək zadı Səmərqəndidən Özbəkistandan məsələn varid eləyirik də. Bir yol qədimçilər deyərdilər ki, behiştin 4 dənə yeri olsa, biri nə mənədir? Səmərqəndidir. Biri Quti Deməşqdir, Şeyb-i Bəvvandır, Şiraz tərəfində. Obollədir, məsələn, Bəsrə tərəfində. Öcür ad aparırlar. Çox gözəl bir yer. Ondan sonra insanları da gözəl, qızları, oğlanları, yəni bunlar hamısı göçəkdirlər də. Özbək, məsələn, deyərlər. Öcür. Orada keçəndə Səmərqənd şəhərində neyniyir? Bu kənizək bir dənə zərgəri görür. O zərgərə neyniyir? Aşıq olur. Pəs icazə versəz bu əbiyyatın türküsünü də oxuyaq. Sonra nağılın idaməsini saxlayacaq gələn cələsiyə. Saydı bir dostların o şəhridə ad apardı sonra ayrı şəhridə eylə kim o şəhridən düşdü qıraq hançı yerdə eylədin çox oturaq atmadı nəbzi gətirdi ayrı ad qaçmadı rənci edəndə qeyri yad söylədi düzdən çörəkdən müxtəsər xacələrdən şəhrilərdən 100 qədər ev bə ev söz açdı rənci çatmadı şəhrilər adlandı nəbzi atmadı vurmadı nəbzi həkim hər nə dedi ta Səmərqəndə yetişdi qət yedi qəndi yedi ya qət yedi o Səmərqəndi ço qənd da nəbz cəst و روی سرخ و زرد گشت که سمرقندی زرگر فرد گشت یا فرد شد icazə versəz sözün axırını mütabiq با rəsm və hisi klaslarımız bir qəzəl ilə qutaraq da müşkülümüz yoxdur şey hayır mən bu qəzəli bir dənə böyük türk ariflərimizdən İmaduddin Nəsimidən seçmişəm sizə oxuyacağım İmaduddin Nəsimi özünüz bilirsiniz ki 3 dilə şeir deyib həm türkcə həm ərəbicə həm farsıca özü də Təbrizli olubdur və böyük bir şair olubdur ki 8-ci qarnidə در واقع yaşayıbdır məndə sığar ki cəhan mən bu cəhana sığmazam qovhər laməkan mənəm kön məkana sığmazam ərş ilə fərş و kafunun nədir? Kun fəyəkun baş pəs şud aləmin xilqəti ayə Qur'anıdır kafunun ərş ilə fərş و kafunun məndədir bölündü cümləçun kəs sözünü uzatma ki şərh-i bəyana sığmazam konu məkandır ayətim zata gedər bidayətim sən bu nişan ilə məni mən bu nişana sığmazam kimsə cümanu zənn ilə olmadı haqq ilə biliş haqqı bilən bilir ki mən zənn cümana sığmazam surətə bax məniyəni surət içində tanı ki cism ilə can mənəm vəli cism ilə cana sığmazam həm sədəfəm həm inciyəm həşr-ü sirat-ü sinciyəm sinci yəni tərasud
هم صدفم هم اینجیم حشر و صراط و سینجیم bunca qumaş و رخت ilə mən bu dükana sığmazam can ilə həm cahan mənəm dəhr ilə həm zaman mənəm gör bu lətifəni ki mən dəhr و zamana sığmazam gərçi mühit-i əzəməm adım adımdır adəməm var ilə kün fəkan mənəm mən bu məkana sığmazam əncüməni də fələk mənəm vəhy olan mələk mənəm kəh dilini sən əbsəm ol mən bu lisana sığmazam əbsəm ol yəni lal ol mən bu lisana sığmazam zərrə mənəm günəş mənəm çar ilə pənc şiş mənəm surəti gör bəyan ilə mən bu bəyana sığmazam zat ilə həm sifat ilə qədr ilə həm bərat ilə gül şəkərəm həm nəbat ilə bəstə dəhanə sığmazam şəhd mənəm şəkər mənəm şəms mənəm qəmər mənəm ruh rəvan bağışlaram ruh rəvanə sığmazam narəyanan şəcər mənəm çərxəçixan həcər mənəm gör bu odun zəbanəsin mən bu zəbanə sığmazam gərçə bu gün nəsimiyəm haşimiyəm qureyşiyəm məndə oludur ayətim ayət-i şənə sığmazam. Sağ olasın. Əgər sual olsa 5-10 dəqiqə suallarınızı eşidərik. Dörd dənə şəhri ki bəli buyur. 4 dənə şəhri ki qədim zaman bunu behiştin 4 quşəsi adlandırırdılar yerdə, yer üzündə Qutey Deməşqdə Şeyb-i Bəvvan Farsıda Obullə bir məntəqə Bəsrədə və Səğd-i Səmərqənd dənə məntəqəyi ki Səmərqəndidədir. Axı Mevlana'nın Səğd bir dənə məntəqədir də. Səmərqəndin bir məntəqəsi, bir küçəsi məsələn. Çünki Mevlana'nın uşaqlığı elə bir məsələn orada keçib o Səmərqəndidən xoş xatirəsi var. Əziz dostlar ki, təzə gəliblər, biz xoş gəldim deyirik, lütf eləyibsiz. Hər həftə bu kilas doşənbələr 2-ci saat ona buyruqalan burada başlayır. Risale-i Delgoşa Delgoşa yəni ürəyaçan mı? Bir də əlbəttə Risale-i Delgoşa var mızda Ubeyd-i Zakani'dən. Fikirəm onu siz məsələn şərh deyəsiz. Yox, Delgoşanı tanımıram. Məni tanırdı, siz nə xəl? Nə mənədir famili? Beşarət.